Azərbaycan ərazisində Türk tayfalarının mövcud olması, formalaşması ilə bağlı müxtəlif fikirlər olur, müxtəlif yalanlar da ortaya qoymaya çalışırlar. Bir məsələyə diqqət yönəltmək istəyirəm. Bu Skif adı ilə bağlı Azərbaycanda uzun müddət bütün dərsliklərdə, kitablarda, tədqiqatlarda Türk tayfaları ilə bağlı danışanda Skif termini işlənirdi. Bunu mən izah eləmək istəyirəm ki, bu yanlış olaraq ortaya çıxmış bir termindir. Əslində bu Quz, Oğuz adının Ruslar tərəfindən, Rus tədqiqatçıları tərəfindən təhrif olunmuş formasıdır. Zamanında eradan əvvəl 7-ci əsrdə bu Türk tayfaları Azərbaycan ərazisinə gələndə və yaxud daha doğrusu qaydanda, yəni biz dedik ki, eradan əvvəl 3-cü minillikdə Azərbaycan ərazisində yaşayan Türk tayfaları buranı tərk elədilər, müxtəlif istiqamətlərdə, o cümlədən Orta Asiya, Altay istiqamətində hərəkət elədilər və sonradan da 2000 ildən sonra onlar tədricən geriyə ata yurduna qayıtmağa başladılar və bu köçlə bağlı bizim dediyimiz bu növbəti səfərlə bağlı həmin o Türk tayfaları Orta Asiyadan qayıtdılar, Azərbaycan ərazisindən keçərək Dunay sahillərinə getdilər. Yəni bu Herodot və digər müəlliflərin əsərlərində göstərilir, bizim özümüzün kəşfimiz deyil. Dunay sahillərində, Qara dənizin şimal sahillərində, indiki Krım ərazilərində, Azov dənizi tərəfdə, bu ərazilərdə məskunlaşdılar və eradan əvvəl 7-ci əsrdə həmin Türk tayfaları Azərbaycan ərazilərindən qayıtdılar birbaşa. Azərbaycanın ərazilərindən əsasən şimal hissəsində, Kür-Araz çaylarının arasında, biraz da Azərbaycan cənub torpaqlarında formalaşdılar. Bunu mən tarix üçün, giriş üçün dedim və onlar bu əraziyə Quz adı ilə gəldi. Özlərinə verdikləri Quz adı ilə gəldilər. Quz sözünün mənası ilə bağlı çoxlu təkliflər var, variantlar var. Amma bizim dediyimiz variant və müdafiə etdiyimiz variant olmaya ibarətdir ki, Mahmud Qaşqarlının Türk dillərinin lüğəti kitabında, yəni 11-ci əsrdə yazdığı həmin əsərdə Quz sözünün mənası şimal mənasını verdiyini bilir. Yəni qədim Türk dilində şimalı bildirir. Bu günlərdə bilirsiniz ki, xüsusilə Türkiyə türkləri Quzey sözünün şimal mənasında işlədirlər. Bizdə də artıq işlənir o sözlər. Yəni o məna İslamda daha üstünlük təşkil və özlərinə Quzlar və Qalib Quzlar, Fatih Quzlar, yəni Aşquzaylar, İşquzaylar adını verdilər. Asturiyalılar da həmin dövrdə o ərazidə yaşayırlar, qonşuluqda və bu adı onlar götürdülər özlərinə və Aşquz, İşquz adı ilə özlərinin mənbələrində saxladılar. Herodot 200-300 il sonra həmin hadisələrdən bu tayfalarla bağlı məlumat verəndə Astur mənbələrindəki Quz, Aşquz sözünü deyək ki, Sıquz və yaxud Sıquzay şəklində verdilər. Yəni Quz sözü bunun içərisindədir. Sonradan İngilis dilinə Herodotun əsəri, tarix əsəri tərcümə olunarkən həmin sözü, yəni Quz, Sıquz sözünü, Herodotda deyilən Sıquz sözünü İngilis tərəflərlə S, K, U, I, T, H şəklində yazdılar və onların İngilis dilində də həmin Herodotun Skuz dediyi İngilis tələffüzündə Skiz şəklində oldu. Və Ruslar da özlərini İngilislərdən götürdülər, onu tərcümə elədilər. Həmin o S, K, I, T, H birləşməsini Skif kimi tərcümə elədilər. Yəni sondakı T, H hərfini bəzi millətlərdə var, T ilə H birləşməsini bəziləri Z kimi oxuyur, bəziləri T kimi oxuyur, bəziləri F kimi oxuyurlar. Ruslar bunu F şəklində oxudular və Skif sözü alındı. Və biz də həmin dövrdə təxminən Ruslar da bu tədqiqatları 200 il bundan əvvəl başladılar və Rus dilindəki o Skif sözü bizim də deyək ki, tədqiqatçıların dilinə keçdi, kitablarına keçdi və o vaxtdan biz Skif sözünü işlədirdik və amma Ruslarla paralel şəkildə bu tayfalara diqqət yetirən Türkiyə tədqiqatçıları onlar da öz dil xüsusiyyətlərinə uyğun olaraq Skif yox, Skiz yox, sondakı T hərfini T kimi oxudular. Skit adını və Türkiyə və Azərbaycanda digər Türk xalqlarında S hərfi ilə başlayan sözlərin əvvəlinə bir iş şəkildə əlavə olunur danışıqda. Məsəl üçün İstanbul deyir dünyanın çox ölkələri, amma Türkiyə və biz İstanbul deyirik. Stəkan deyirlər, biz İstəkan deyirik. Yəni Türklər də o qaydada. Ona görə İskit sözü yarandı və sonradan bizdə 90-cı illərdə
yenidən azadlıq dövründə, müstəqillik dövründə bu məsələyə qaydanda bizim tədqiqatçılar Türkiyə variantına üstün verərək skif yox, iskit sözü işlətməyə başladılar və Herodotun kitabını da 1998-ci ildə Azərbaycan dilinə tərcümə edən görkəmli filoloq Pənah Xəlilov öz əsərində həmin tərcümədə iskit və yaxud iskit eli sözünü işlətdi. Hesab edir ki, bu da müəyyən qədər yaxın bir anlaşmadır, amma söhbət ondan gedir ki, biz ilkin varianta qayıtmalıyıq və o tayfaların adı Azərbaycanda eradan əvvəl 7-ci əsrdən gəlib məskunlaşmış tayfaların adı Oğuz tayfalarıdır. Quz və Oğuz tayfaları. Yəni bununla bağlı 1913-cü ildə görkəmli İngilis tarixçisi, arxeoloqu Ellis Mins fikrini deyibdi. Onun fikirlərinin əsasında Azərbaycanlı tarixçi Zaur Həsənov çox ciddi bir əsər ortaya qoyubdu. Bunu əsaslandırır. Buna görə biz bu mövqeyə əsaslanaraq, bu mövqedən çıxış edərək burada həmin o tayfalarla bağlı, Türk tayfalarla bağlı Oğuz sözünü işlətmək və tam reallığa uyğundur. Bir məsələni də mən sizə deyim ki, Rusiyanın çox görkəmli Rus-Sovet tarixçisi, şərqşünası Xəzərlərin tarixi ilə bağlı Xəzərşünaslığın, yəni tayfa olaraq Xəzərşünaslığın əsasını qoymuş Mikhail Artamonov özünün İstoriya Xazar, yəni Xəzərlərin tarixi əsərində göstərir ki, Uz, Quz və Oğuz ifadələri eyni etnosun müxtəlif cür səsləndirilməsidir, adının müxtəlif səsləndirilməsidir. Yəni bu bizi tam şəkildə əsas verir ki, biz eradan əvvəl 7-ci əsrdə bizim ərazimizə qayıdıb gələn Türk tayfalarını Oğuz tayfaları olduğunu görək, göstərək və həmin dövrdən də etibarən bizim ərazimizdə bütün Türk tayfalarının ümumi adı kimi Oğuz adını qəbul edək. Hunlar da həmin Oğuzların bir qoluydu, digərləri də həmin Oğuzlara mənsub aid idi. Ona görə də bu şəkildə mənsub edelim ki, bu cür aydınlıq gətirilməlidir. Bu həm təhriflərə son qoyur, yer qoymur artıq, eyni zamanda hesab edirəm ki, çox vacib bir metodoloji məsələni ortaya gətirmiş oluruq.